Salam. Bugün sizə JavaFX-də düymə qurmağı göstərəcəm. Eyni qaydada layout, yəni düyməni əlavə etdikdən sonra pəncərənin hansı istiqamətini yerləşdirmək istəyirəmsə, yerləşdirmə əmrində sizə göstərəcəm. Proqramın kod hissəsinə keçid edirəm və əvvəlcədən qurduğum pəncərəni hazır qaydada saxlayıb, Prestige bölümünün aşağısında düyməmizi qurmağa başlayırıq. Button, düymə, bərabərdir new button. Düymənin üzərinə yazacağımız sözü OK deyə təyin edirik. İndi isə layout, yəni məkanı təyin edirik. Bunun üçün border pane açar sözündən istifadə edəcəyik. Bərabərdir new border pane. Təkcə məkan border pane-dən ibarət deyil. Eyni qaydada bir neçə nümunələr var ki, bunları sizə təqdim edirəm. VBox şaquli yerləşdirmədir, vertikal yuxarıdan aşağı. Hbox üfüqi horizontal, yəni soldan sağa. Border pane ekranın hissələri ilədir. Yəni top yuxarı istiqamət, bottom aşağı, left sol, right sağ və center mərkəz. Mən hal-hazırda border pane açar sözündən istifadə edirəm. Ən sonda grid pane cədvəl şəklində yerləşdirmədir. Keçid edirik məkanı təyin etməyə. Pane.set center düymə. Biz burada set center əmrindən, yəni mərkəzə yerləşdirməni təyin etdik. Əgər set top yerləşdirsəydik yuxarı istiqamətə, bottom aşağı, left sol, right sağ, center isə mərkəzdə olacaq. İndi isə qurduğumuz bu yerləşdirməni mövzuya, yəni C-nə əlavə edirik. Pane 400, 200 eni və uzunluğu. Proqramımızın çalışdırma əmrini də hazır etmişik. Kodumuzu çalışdırırıq. Açılan pəncərədə qurduğumuz düyməni görə bilərik. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşərik.